Bismillahirrahmanirrahim. Bizə fitrə zəkatı haqqında suallar yazıblar. İnşallah hər kəs məlumatlı olsun. Birinci sualımız, fitrə zəkatı nədir? Fitrə zəkatı Ramazan ayının sonunda vacib olan bir ibadətdir və insanın orucunu kamilləşdirən bir əməldir. İkinci sualımız, kimə vacibdir? Fitrə zəkatı gün batanda özünün və ailəsinin bir illik əsas ehtiyaclarından artıq imkanı olan şəxslərə fitrə vacib olur. Nə qədər verilməlidir? Hər bir insan üçün təxminən 3 kiloqram əsas ərzaq, məsələn, buğda, düyü və ya onun pul qarşılığı verilməlidir. Kimlərə verilir fitrə zəkatı? Fitrə zəkatı mütləq kasıb möminlərə verilməlidir. Yəni ehtiyaclı və imanlı şəxslər. Yəni hər yoldan keçənə aparıb fitrə zəkatı vermək olmaz. Baxırsan ki, fitrə zəkatı verirsən, görürsən ki, həqiqətən də ehtiyacı var. O gedib ailəsinə vermək əvəzinə, ailəsinə o pulu xərcləmək əvəzinə gedib haram bir nəsə alır, özünə gərək olmayan, lüzumsuz, lazımsız şeylər alır. O cür şəxslərə fitrə zəkatı düşmür. O cür şəxsləri də fitrə zəkatı verərkən də araşdırmaq lazımdır ki, bu həqiqətən də o pulu öz ehtiyaclarını qarşılamaq üçün istifadə edəcək. Nə vaxt verilməlidir? Ən yaxşı vaxt bayram namazından əvvəldir. Əgər namaz qılınmırsa, bayram günü, gün ortaya qədər, yəni zöhr namazına qədər verilməlidir. Vacib nüans da var burada, çox önəmlidir. Fitrəni başqa şəhərə göndərmək olar. Fitrəni başqa şəhərə yalnız bu halda göndərmək olar ki, həmən şəxsin, fitrə verən şəxsin öz yaşadığı yerdə ehtiyacı olan bir şəxs olmasın. Məsəl üçün, baxır, fitrə zəkatı verilmək istəyir. Əgər öz qaldığı ərazidə ehtiyacı olan şəxs yoxdursa, tapılmırsa, bəli, o zaman başqa bir şəhərə göndərə bilər. Yox, əgər öz ətrafında qonşusu və yaxud qohumu, yaxını ehtiyacı varsa, ehtiyacı ola-ola o başqa şəhərə göndərə bilməz.